Salamlar. Bu videoda loqaritmaların bəzi əsas xüsusiyyətlərinə baxacağıq. Ötən dəfəki yarım saatlıq videodan sonra başa düşdüm ki, videoları biraz qısa eləmək lazımdır. Ona görə ancaq bəzi xüsusiyyətlərə baxacağıq. Və ilk haqqında baxacağımız qayda bizdə qüvvət qaydası olacaq. Amma ilk öncə nə edək? Gəlin bir neçə əsas şərti vurğulayaq. Biraz fərqli rəngdə. Deyək ki, bizim loqaritma b əsasda x kimi işarə olunur. Bu cürə və bu loqaritma üçün bu xüsusiyyətlər ödənilməlidir. Birincisi, bu şərtlər ödənilməlidir. Birincisi, b sıfırdan böyük olmalıdır və 1-dən fərqli olmalıdır. Bu şərtlər niyə ödənməlidir? Ödənməsə nə baş verər? Bu haqda gələn videoda danışacağıq. Hələ ki, sadəcə fakt kimi qəbul edək ki, belə olmalıdır. Sonra x-imiz həmçinin sıfırdan böyük olmalıdır. Bunu yadda saxladıq və davam edək. Rəngi dəyişsək. Və haqqında danışacağımız ilk qaydamız, ilk xüsusiyyətimiz nə idi? Qüvvət qaydası idi. Bu qaydaya görə, əgər bizdə loqaritma b əsasda hər hansı bir m varsa və bu m ədədi m üstü n kimi göstərilə bilirsə, birinci qüvvətə m, onda biz nə edə bilərik? Bu n-i gətirib loqaritmanın önünə ata bilərik. Yəni, bu bərabərdir. N vurulsun loqaritma b əsasda. Burada da qalır nə? Ancaq m qalır. M-ə. Qaydamız bunu deyir. Gəlin bir neçədən nümunəyə baxaq. Birincisi, deyək ki, loqaritma atıram 3 əsasda deyək ki, 81 olsun. 81 bizdə 3 üstü 4 deməkdir. Belə açmaq olar. Göstərmək olar. Və buna görə biz nə edə bilərik? Deyə bilərik ki, loqaritma 3 əsasda 81 bərabərdir. Loqaritma 3 əsasda 81-i açırıq. 81-in yerinə 3 üstü 4 yazırıq. Və 4 qüvvətini bu qaydaya görə nə edə bilərik? Gətirib loqaritmanın önünə ata bilərik. Və ona görə nə alınır? 4-ü atırıq qabağa. Loqaritmamızı yazırıq. 3 əsasda 3 qalır. Sonra belə bir qayda qeyd etmək olar. Deyək ki, loqaritmamız var. Loqaritma b əsasda b. Yəni, loqaritma arqument kimi əsasına bərabər bir ədəd götürüb. Belə olan halda bu həmişə 1 eləyəcək. Niyə 1 eləyəcək? Çünki biz loqaritma b əsasda b deyəndə elə bir ədəd axtarırıq ki, b üstü y elə b-nin özünü versin. Yəni, bir ədədin üzərinə hansı qüvvəti gətirmək lazımdır ki, özünü alsın həmişə. Bu, əlbəttə ki, 1-dir. 1-i nəyin üzərinə gətirsən, həmişə özü eləyəcək. Ona görə, nə edirik? Sadəcə olaraq yadda saxlayırıq ki, b əsasda b həmişə 1-ə bərabərdir. Bunu da saxlayaq buradan. Və davam edək. Deməli, burada nə aldıq? 4 vurulsun loqaritma 3 əsasda 3. Yəni, bu hissə bizə 1 verir. Buna əsasən. Və alırıq nə? 4 vurulsun 1, o da bərabərdir 4-ə. Deməli, bunun nəticəsi oldu 4. Davam edək. Deyək ki, gəl nəsə köklü bir şey yazaq. Məsələn, loqaritma 2 əsasda olsun kökdə 8 məsələn. Bilirik ki, məsələn, kökdə 8-in özü ilə burada bir növ ikinci dərəcə yazılıb, hansını ki qeyd eləmirik. Kökün özü bir növ kəsrdir. Yəni, bu bərabərdir 8 üstü 2-də 1-ə. Belə. Hansı ki 1 bunun qüvvətindədir, 2 isə bu kökün dərəcəsindədir. Buna görə biz nə edə bilərik? Biz bunu belə yaza bilərik. Loqaritma 2 əsasda kökdə 8 əvəzinə 8 üstü 2-də 1 yazmaq olar.
Onda qüvvət qaydasına görə 2-lə-1 keçər qabağa. Avarıq 2-lə-1 vurulsun. Loqaritma 8. 2 əsasda. Nə eləmək olar? Birbaşa buradan 3 ala bilərik. Deyə bilərik ki, bu bərabərdir 3-ə. Və yaxud da ki, 8-in özünü belə açmağa davam edərik. Gəlin eləyək. 2-lə-1 loqaritma 2 əsasda. 8-i nə edə bilərik? Bu 8-i 2 üstü 3 kimi aça bilərik. 2 üstü 3 və yenə müəyyən bir qüvvətimiz var və bu qüvvəti nə edə bilərik? Qabağa ata bilərik. Onda nə olacaq? 2-lə-1 vurulsun 3. Bu 3 idi. Vurulsun loqaritma 2 əsasda 2 qaldı. Sorry. Bu da bizə 1 verəcək. Məhz buna görə. Çünki əsas və arqument eynidir. Və alırıq nə? 2-lə-1 vurulsun 3. Və yaxud da ki 3 bölünsün 2 və yaxud da ki 1/5. 1 yarım. 1/5. İkinci qaydamız nədir? İkinci qaydamız eyni əsaslı, deməli, eyni əsaslı loqaritmaların toplanması və yaxud ki çıxılması haqqındadır. Məsələn, deyək ki, loqaritma B əsaslı M var və onun üzərinə gəlirik. Loqaritma eyni əsaslı, yenə B, başqa bir ədəd, deyək ki, N. Və qaydamız deyir ki, əgər bunların əsası eynidirsə, onda biz nə edə bilərik? Bir loqaritma içərisində sadəcə bu arqumentləri nə edə bilərik? Hasilini tapa bilərik. Yəni, M vurulsun N-ə. Bunun digər tərəfi var. Çıxma üçün. Toplama bizə verir vurmanı. Çıxma isə verəcək bölməni. Yəni, loqaritma B əsasda M çıxaq loqaritma B əsasda N bərabər olacaq nəyə? Loqaritma B əsasda bunların nisbətinə. M bölünsün N-ə. Bizə bunu verir. Gəlin nəsə bir-iki də nümunə yazaq. Deyək ki, loqaritma 2 əsasda 8 üstə gələk. Nə deyək? 2 əsasda olsun 32, fərqi yoxdur, bərabərdir. Qaydaya əsasən yaza bilərik ki, bu bərabərdir loqaritma 2 əsasda, çünki əsasları eynidir. Bunların hasilinə 8 vurulsun 32 loqaritma 2 əsasda. Bunları qüvvət kimi aça bilərik. 8-in yerinə 2 üstü 3 vurulsun. 32-nin əvəzinə isə 2 üstü 5 yazmaq olar. Və əsasları eyni olan qüvvətlər nə edir? Toplanır. Onda alırıq loqaritma 2 əsasda 2 üstü qüvvətlərin cəmi 3 isə görə 5 eləyəcək 8. O da bərabərdir. Öncəki qüvvət qaydasına uyğun olaraq 8 keçir qabağa. Alırıq loqaritma 2 əsasda 2. Bu da bizə öncəki B əsasda B nümunəsinə görə verəcək 1 və alırıq nə? 8. Sonra bunun tərsi də var. Deyək ki, belə bir şey var. Olsun, nə olsun? 3 loqaritma 2 əsasda deyək ki, yenə 8. Bu dəfə olsun çıxaq, deyək ki, 2 vurulsun 2 loqaritma 2 əsasda 16 deyək ki, bərabərdir. Əsaslar eyni olduğuna görə birincisi nə eləmək olar? Bunları içəri atmaq olar. Bunları aparıb içəri ata bilərik. Onda bu tərəf bizdə çevriləcəyinə 3-ü içəri atsaq, bir növ sanki
3 8-in üstündə idi ki, biz onu bura çıxartmışıq. Onda nə olacaq? Bu yenə çöndü. Bu nə olacaq? Birinci loqaritmamız olacaq loqaritma 2 əsasda 3 atırıq 8-in üstünə 8 üstü 3 çıxıbsın. Sonra ikinci loqaritmada 2-ni götürüb içəri ata bilərik 16-nın üstünə. Deməli loqaritma 2 əsasda 2 gəlir düşür 16-nın üstünə 16 üstü 2. Çox təxirsiz bir şey alına bilər sonda, fərqi yoxdur. Bərabərdir və əsasları eynidir, çıxmadı. Ona görə nə etmək olar? Bərabərdir. Loqaritma 2 əsasda bunların nisbəti. Yəni 8 üstü 3 bölünsün 16 üstü 2-yə. Qüvvətlərlə oynamaq olar. Loqaritma 2 əsasda deməli 8-in özünü 2 üstü 3 kimi yazmaq olardı. 2 üstü 3 üstü 3 üstü 3. 16'nın kvadratını nə etmək olardı? 16'nın özü bizə verir 2 üstü 4. 2 üstü 4. Özün də kvadratı var idi. Gəldi bura. Bu da bərabərdir loqaritma 2 əsasda. Bunlar vurulur. Ona görə alırıq nə? 2 üstü 9 bölünsün 2 üstü 2 ilə 4'üm 8. Belə. Bu zaman da bunlar çıxılır. Bu, belə deyək, əsaslar eynidirsə, bölünürsə, o zaman bu nəyə bərabərdir? A üstü n çıxılsın m-ə. Belə. Ona görə burada nə alırıq? Burada alırıq ki, bərabərdir loqaritma 2 əsasda nəyə? 9 çıxılsın 8 edir 1. Yəni 2. Bu da bərabərdir 1-ə. Belə. İkinci qaydamız, ya da artıq üçüncü deyəsən alınır. Üçüncü qaydamız əsasın dəyişdirilməsi haqqındadır. Məsələn, deyək ki, bir əndirabadi əsasımız var. Biz zaten nə edirik? Ya onunla işləyirik, ya y əsasla işləyirik, natural loqaritma üçün və yaxud ki, 2 əsas. Məsələn, binar bir şeylərlə işləyəndə. Belə daha rahatdır. Amma biz nə edə bilərik? Hər hansı istənilən əsasdan bizə lazım olan əsasa loqaritmanı daşıya bilərik. Məsələn, ümumiyyətlə, düsturun özü, deyək ki, loqaritma A əsasda x var və biz bunu deyək ki, çevirmək istəyirik B əsasa. Yəni, A-dan B əsasına gətirmək istəyirik. Onda bu nəyə bərabər olacaq? Bunu biz nisbət kimi göstərə bilərik. B-yə gətirmək istəyiriksə, B əsasına gətirmək istəyiriksə, loqaritma bu yeni B əsasında bizim x-imiz bölünsün. Loqaritma yenə bizim bu yeni B əsasında köhnə əsas. Hansı ki A idi. A. Bu cür göstərmək olar. Baxaq. Yenə ağlıma gələn ilk nümunəni yazacağım. Deyək ki, loqaritma 2 əsasda 8 var idi və bunu çevirmək istəyirik. Mən biraz aşağıdan yazım. Loqaritma 2 əsasda 8 var idi. Bunu çevirmək istəyirik, gətirmək istəyirik nəyə? 10 əsasa məsələn. Onda nə edirik? Yeni əsas loqaritma 10 əsasda və ya sadəcə LG fərqi yoxdur. Loqaritma 10 əsasda bizim bu x-imiz 8 bölünsün. Loqaritma bu yeni əsasda köhnə əsas. Köhnə əsas nə idi? 2 idi. Belə. Və artıq bunu hesablayıb nəticəni tapmaq olar ki, nəticəmiz nə edir? Belə.